Salam əziz tələbələr, hər vaxtınız xeyir. Yenə ənənəvi olaraq vergi üçün rəqəmsal məntiqə aid olan izahlarımızdan davam edirik. Bu arada bu izahı sadəcə vergi tələbələri yox, geri qalan qurumlara hazırlaşan tələbələr də baxmalıdır. Çünki bilirik ki, artıq dövlət qulluğu ilə birlikdə hər imtahanda bir dənə rəqəmsal məntiqdən sual gəldiyi üçün hamının bu mövzunu bilməyi zəruridir. İndi ilk izah eləyəcəm sizlərə 10 nömrəli sualı. Sualda qeyd olunub ki, 2019 və 20-ci illərin 10 ay ərzində Azərbaycana idxal olunan bəzi məhsullar barədə məlumatların əks etdirən cədvəllərdən istifadə edərək tapşırığı yerinə yetirin. Baxın, bu cədvəllərimiz verilibdir. Sualın aşağıdakı şərtini oxusaz deyir, 2020-ci ilin ilk 10 ay ərzində idxal olunan kartof və soğanın 1 kiloqramının orta qiyməti 2019-cu ilin analoji göstəricisindən neçə dollar çoxdur? İndi misal üçün həm 2019-cu ilin ilk 10 ayına baxaq, həm də 2020-ci ilin ilk 10 ayına baxaq. Baxın, bizə kartof və soğanların deyir ki, 2019-da, 2020-dəki qiyməti 2019-dakı 1 kiloqram qiymətindən nə qədər bahadır. Uzun sözün qıssası. Biz burada bir kartof soğana baxaq, buradakı kartof soğana baxaq. Baxın, bizə qeyd olunub ki, bunlar miqdardır, dəyərdir. Bir də 2019-cu ilin ilk 10 ayı üzrə ölkə üzrə idxal dəyərinə nisbətən faizdir. Bu bizə bir dəqiqə lazım deyil, bizə kiloqram qiyməti maraqlıdır. Belə fikirləşin. Deyək ki, siz 10 manat verib 5 kilo alma almısınız. Qiymətini necə tapacaqsınız? Həmin dəyəri verdiyiniz pulu böləcəksiniz kiloqrama. Tapacaqsınız ki, bunun kiloqram qiyməti 2 manata bərabərdir. İndi sualı həll etmək üçün də buna müraciət eləyəcəyik də. Dəyərimiz nə qədərdir? Yuxarıda görürsünüz, deyir dəyəri 1000 dollarına. Yəni bu aşağıdakı dəyəri 1000-ə vurmaq məcburiyyətindəyik. Burada da ton yazıbdır. Bu dəyəri də 1000-ə vurmaq məcburiyyətindəyik. Axı ikisini də 1000-ə vurandan sonra bunlar bir-birinə bölünəndə minlər bir-birini ixtisara aparacaq. Baxın, dəyərimiz nə qədərdir burada? 70.148. 70.148. Bizim üçün çəkisi nə qədərdir? 247 min ton. Bölünsün 247 min tona. İndi yuxarıdakı dollarlandır, bizim üçün 1000 dollarlandır. Ona görə yuxarını 1000-ə vuracağıq ki, tam dəyərimizi əldə edək. Aşağıdakı da tonladır deyə kiloqrama çevirmək üçün yenə də 1000-ə vuracağıq. Onsuz minlərin bir-birini ixtisar aparacaq. Yekunda da 70.148-i bölməliyəm 247 minə. Bu halda dəyərimiz bərabərdir bizim üçün 0 tam mində 284 dollara. Bu hər kiloqram üçün dəyərdir. 2019'da. Bir də gəlin 2020-dəki dəyərimizi hesablayaq. 2020-də bizim nə qədər pul vermişik? 89.400 dollar. 89.400 bölünsün. Buradakı miqdarı da tonlandı da 298 min ton. Bölünsün 298 min tona. Əziz tələbələr, da yuxarında aşağıda minə vurmuram ki, bir-birlərini ixtisar aparacaqlar. Yekunda da burada aldığımız dəyər bizim üçün 0,14-ə bərabərdir. Bu bizim üçün 2020 qiymətidir. Bu da bizim üçün 2019 dəyəridir. İndi bizdə deyir ki, 2020-də 2019-a nəzərən neçə dollar qiyməti qalxıb? Bunu tapmaq üçün 0,14-dən çıxacağım 0,1284. 0,14 çıxılsın 0,1284. Bu dəyər də bizim üçün bərabərdir 0,16 ya. Bu da A variantıdır. Baxaq növbəti sualımıza, 11 nömrəli sual. Qeyd edilib ki, avtomobil şəhər içində 100 kilometr yolda 8 litr, şəhər kənarında isə 100 kilometr yolda 6 litr benzin sərf edir. Qrafikdə 1 və 3 ilə işarələnmiş hissələr şəhər içidir. Baxın, burada şəhər içidir. Burada şəhər içidir. 1-dən 3-ü qeyd edirdik buranda. Şəhər içi olaraq yazaq. Sonra deyir ki, 2 ilə işarələnmiş hissə isə şəhər kənarıdır. Burada şəhər kənarı yazaq. Deyir, qrafikə görə avtomobil 250 kilometr yolda neçə litr benzin sərf etmişdi. Sıfırda başlayıb, burada 250 kilometr yol gedibdi. İndi əziz tələbələr, 1 ilə 3 şəhər içidirsə, 1-də nə qədər yol gedib? Bura fikir verin. Sıfırda başlayıb 40-da bitib. 40 kilometr belə yol gedibdi. Üzərinə gəlirəm. Ayrı-ayrı hesablamaqdansa birləşdirib eləyəcəm şəhər içlərini.
Burada da fikir verirsiniz 190 kilometrdən 250 kilometrə qədər yol gedibdi. Baxın 1 ilə 3 deyir deyə mən bu sırf 3-də getdiyi yol maraqlıdır mənə. 250-dən də 190-ı çıxıram, tapıram ki, burada 60 kilometrdə belə yol gedibdi. 40-ın üzərinə 60 gəldim. O da bərabər oldu bizim üçün 100-ə. İndi bu 1 ilə 3 şəhər içi idi. Axı şəhər içində nə qədər benzin yandırırdı bu maşın? 8 litr. Deməli 8 litri belə yandırdı. Burada 2 ilə qeyd olunan isə şəhər kənarıdır. Şəhər kənarı nə qədər yol gedib? 40-cı kilometrdə başlayıb 190-da şəhər kənarı bitibdir. 190-dan çıxıram 40-ı 150 kilometr yol gedibdir. İndi burada da baxıram. Şəhər kənarında nə qədər benzin sərf eləyirdi? 6 litr. Deməli 100-ə x litr sərf eləyəcək, 150-yə x litr sərf eləyəcək, 100 kilometrə də 6 litr. Çarpaz olaraq vursanız x dəyəriniz bərabərdir 9 litr. Deməli də 150 kilometr yolu getmək üçün şəhər kənarında 9 litr yanacaq sərf eləyib. 8 bayaq sərf eləmişdi 1-dən 3-cün zəmində. Bir də 2-də də 9 litr sərf elədiyi üçün 8-dən 9-u toplayıram. Toplam 17 litr yanacaq sərf olunubdur. Bu günlük izahımız bu qədər. Hər birinizə imtahanlarda uğur diləyirəm.